Türklərin ən uzun ömürlü və ən böyük, ən təsirli imperiyalarından biri Osmanlı İmperiyası necə 600 ildən çox yaşadı? Bəzi mənbələrə görə Osmanlı İmperiyası 1298, bəzilərinə görə isə 1299-cu ildə əsası qoyulmuşdur. Bir dövlət olaraq yarananda kiçik bir ərazidə mövcud olmuş Osmanlı İmperiyası zamanla bölgənin və dünyanın ən böyük, ən təsirli imperiyalarından birinə çevrildi və bu imperiya təxminən 1922-ci ilə qədər yaşadı. Bəs 600 ildən çox mövcudluğunu qorumağı bacaran Osmanlı İmperiyası bunu nəyə borclu idi? Tarixçilərə görə bunun birinci əsas səbəbi güclü idarəçilik sisteminin formalaşdırılması idi. Osmanlı İmperiyası prinsipcə mərkəzləşdirilmiş dövlətə malik idi. Adətən mərkəzləşdirilmiş sistemlərdə idarə etmə ləngiyir. Orta əsrlərdə əlaqə qurmağın çətinliyini, mesajlaşmanın uzun bir zaman istədiyini nəzərə alsaq, bu zaman etibarilə biraz daha qəliz xarakter alırdı. Ancaq Osmanlı İmperiyası buna baxmayaraq çevik bir idarə etmə mexanizması qura bilmişdi. Belə ki, Osmanlı dövlətində sultan əsas idi. Dövlətin başı imperiyanın hakimi sayılırdı. Ancaq yerli əyalətlərdə yerli idarə etmə orqanlarına seçilən paşalar, rəhbərlər vasitəsilə Osmanlı İmperiyası qısa və çevik bir şəkildə dövlətin bütün ucqar nöqtələrinə belə asanca nəzarət edə bilirdi. Osmanlı İmperiyasında tətbiq olunan timar sistemi isə torpaq və hərbi xidmətlər üzərində bir mülkiyyət yaradırdı və bu da dövlətin işləmə mexanizmasını daha yaxşı və daha effektiv edirdi. Osmanlı'nın uzun yaşamasının əsas sirlərindən biri də güclü və nizami orduya sahib olması idi. Belə ki, Osmanlı qüvvələri zamanının ən müasir və ən yenilikçi ordu sistemlərini qurmağı bacarmışdılar. Məsələn, Yeniçərilər, Akıncılar burada əsas örnəklərdən hesab edilə bilərlər. Məhz bu güclü ordunun sayəsində idi ki, Osmanlı İmperiyası həm özünün sərhədlərinin təhlükəsizliyini qoruyur, həm də sərhədlərindən kənarda düşmən hesab edilən qüvvələri zərərsizləşdirmək və ya ərazilərini genişləndirmək məsələsində xüsusi rol oynayırdılar. Üçüncü önəmli məsələ isə strateji coğrafiyada yerləşməsi və ticarət yollarına hamilik etməsi idi. Osmanlı İmperiyasının qurulduğu Anadolu o zaman üçün dünyanın mərkəzi hesab edilirdi. Açıqcası, bugün də dünyanın mərkəzi hesab edilə biləcək bölgə olan Anadoluda qurulan bu dövlət zamanla 3 qitəyə yayıldı və beləcə dünyanın ən önəmli ticarət yollarına həm quru, həm də ki, dənizdəki effektiv yollara nəzarəti öz əlinə aldı. Bununla da iqtisadi güc qazanan Osmanlı İmperiyası strateji olaraq da coğrafi mövqeyinin ona verdiyi üstünlüklərlə dünyanın ən önəmli ölkəsinə, ən önəmli imperiyasına çevrilməyi bacarmışdı. Bu, onun gücünü artırır, eyni zamanda onun siyasi olaraq da əhəmiyyətini ən yaxşılardan biri səviyyəsinə qaldırırdı. Dördüncü önəmli nüansı isə dini və mədəni tolerantlıq idi. Əgər dönəmin digər imperiyaları dini baxımdan ayrı-seçkilik edirdilərsə, Osmanlı İmperiyasında heç bir ayrı-seçkilik yox idi, bütün dinlər bərabər və birgə yaşayırdı. Eyni zamanda mədəni müxtəlifliklər boğulmurdu, fərqli millətlərə, etnoslara heç bir halda divan tutulmurdu və onların öz mədəni müxtəlifliyini yaşamalarına
icazə verilirdi. Sadəcə bir şərtlə bu mədəni müxtəlifliklər və ya dini müxtəlifliklər Osmanlı imperiyasına qarşı çevrilməməli idi. 5-ci sırada liderlik məsələsi gəlir. Elə ki, Osmanlı imperiyası müxtəlif zamanlarda həm dövrünün, həm də günümüzün ən yaxşılarından sayılacaq hökmdarlara sahib idi. Osman Qazinin özü, onun oğlu Orxan Qazi, daha sonralar Sultan Fatih Mehmet, Sultan Süleyman Qanuni və sair kimi sultanlar Osmanlı tarixinin ən önəmli parçasını formalaşdırmaqla bərabər dünya tarixinin də ən nizam-intizamlı hökmdarları arasında yer alır və bu şəxsi keyfiyyətlər dövlətin daha yaxşı idarə edilməsində və zamanla gücünün və qüdrətinin artırılmasında həlledici rol oynamışdır. Altıncı önəmli məsələ isə adaptasiya qabiliyyəti idi. Belə ki, Osmanlı dövləti əsrlər əvvəl gələn Türk dövlətçilik törəsi ilə yeni parlamağa başlayan texnoloji inqilablar və digər yeniliklərə qapı aça bilirdi. Yəni, Osmanlı sultanları həm törələrə bağlı idilər, həm də yeniliklərə açıq idilər və bu da dövlətin gücünün artmasında xüsusi önəm kəsb edir. Eyni zamanda Osmanlılar gəldikləri Anadoluda olan minillik dövlətçilik tarixlərini silmədilər. Onların təcrübəsindən istifadə etdilər və Türk adət-ənənəsi törəsi ilə bunu birləşdirərək sintez halda daha üst bir mədəniyyət qura bildilər. Nəticə olaraq, bütün bu amillərin birləşməsi sonunda Osmanlı imperiyası daxilən və xaricən çox ciddi nizam-intizamı olan, gücü, qüdrəti və iqtisadi dözümlülüyü olan bir dövlətə çevrilmişdir. Təbii, Osmanlının uzun ömürlü olmasının sirlərini və buna aid olan məsələlərin sırasını sadalamaqla bitməz. Ancaq əsas olan bu 6 nüans imkan verdi ki, 600 ildən çox ayaqda durmağı bacaran və Türk tarixinin ən önəmli səhifələrindən birini formalaşdıran Osmanlı tarixi, tarix kitablarına həkk olmuşdur. Bu elə bir tarixdir ki, bunu dostlarla bərabər düşmənlər, bu elə bir tarixdir ki, bunu dostlarla bərabər düşmənlərlə qəbul edir və hər kəs bir mənalı olaraq hörmət edir.